Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, yeni bir sınaq və deyim ki, içində MİQ sualları var. Çalışdığım qədər ümumiyyətlə sınaqların içərisinə MİQ və sertifikasiya düşmüş suallar qoyuram. Bunu mən bütün müdavimlərim bilir. Təkrar düşmə ehtimalı var və yaxud da o testin modeli tipində düşə bilər. Yəni, bütün strategiyalardan istifadə edirəm ki, nəticəniz yüksək olsun. Əminəm ki, elə də olacaq. Gəlin baxaq. Burada niyə mən öz adımı qeyd eləməmişəm? Çünki bütün testlər sırf mənə aid deyil. İçində, yenə də deyirəm, imtahanda istifadə olunmuş suallar var. Ona görə də öz adımı yazmadım. Sadəcə olaraq istəyərəm ki, amma izahı dinləyib kanala abunə olasınız ki, yeni tipli suallarla tanış ola biləsiniz. Birinci suala baxırıq. Və hər bir müdavimə təbii ki, uğur arzulayıram. Birinci sual belədir. Ötən dərsdə müəllim dərsi tədris etmək üçün seçdiyi strategiya nəticəsində Kənan başqasına nə isə izah etməklə daha yaxşı anlamanın baş verdiyini müşahidə edir. Deməli, Kənan özündə belə bir şey kəşf edir. Görür ki, o vaxt yaxşı öyrənir ki, o başqasına nə isə izah edir. Deməli, Kənan artıq buradan özünün yaxşı anlamasını, necə anlamasını təyin edə bilir. Növbəti dəfə Kənan təlim simulyasiyası üsulundan istifadə edərək, təlim simulyasiyası bilirsiniz də, müəllim-şagird roludur. Yəni, şagird müəllim rolunda çıxış edir, bu uşaqları öyrədir. İstifadə edərək yoldaşlarına hekayə danışır, çətin məqamları izah edir. Situasiyada fikir versinizsə, bizdən demə burada nəyə soruşur? Affektiv sahənin hansı mərhələsidir? Təbii ki, söhbət emosional taksonomiya sahəsindən gedir. Burada Kənanın özü üçün, özünün öyrənməsi üçün seçdiyi yolu görürük. Kənan bilir ki, başqasına öyrədəndə daha yaxşı öyrənir. Buna görə də müəllim rolundan çıxış eləyərək dostlarını öyrədir. Dostlarını öyrədəndə daha yaxşı öyrənir. Deməli, burada Kənan özünün yolunu təyin edə bilir. Özünün istiqamətini, strategiyasını təşkil etmədə də təşkil etmək həmişə deyirik ki, özünü tanımaq, öz istiqaməti, metakognitiv biliklər, refleksiya, bunlar hamısı təşkil etmədədir. Yəni, burada başqalarını fikirləşmir, ki, gedib dəyərləndirmə götürəsiniz. Burada özünü düşünür ki, mən belə eləyəndə daha yaxşı öyrənirəm. Sadəcə, həmin o yolu da, həmin o öyrənmə üsulunda uşaqlar üzərində həyata keçirdərək dərsi yaxşı öyrənir. Sonda öyrənən kimdir? Sonda bu xeyir tapan tərəf kimdir? Təbii ki, burada xeyir tapan tərəf Kənandır. Düzdür, burada uşaqların da bəzi məqamlar aşkar olur. Amma belə deyək də, ən çox faiz etibarı ilə Kənan qazanır burada. İkinci sual. Universitetə hazırlaşan 10-cu sinif şagirdi hər gün çantasında onsuz da sən universitetə daxil ola bilməyəcəksən cümləsi yazılmış vərəq tapır. Bu hal artıq dəfələrlə təkrarlanır. Sonra da məlum olur ki, bunu şagirdin ən yaxın rəfiqəsi edilmiş. Yazını da zarafat olsun deyə yazılmış. Nəsə biraz inandırıcı gəlmədi. Sinifdə belə hal baş verərsə, verilənlər arasında müəllimin atdığı hansı addım effektiv hesab oluna bilər. Burada deyirlər, düşmən ocaq qırağındadır. Yəni, 10-cu sinif şagirdinin çantasına rəfiqəsi belə bir şey atırsa, ya ola bilsin ki, yoldaşını tanıyır, bilir ki, yoldaşı kənardan gələn reaksiyalara, o mənfi reaksiyalardan ruhlanan bir insandır. Özünə inamı var, özünə güvəni var və belə eləməklə onu daha da qabağa aparır. Yaxşı tərəfdən baxaq da. Ya da ki, elə onun paxıllığını çəkir, deyir ki, əşi, mən oxumuramsa o da oxumasın. Yəni, belə situasiya, burada bilmir ki, o qarşı tərəfin məqsədi nə dərəcədə səmimidir. Bu zarafat olaraq qiymətləndirir. Nəysə, bu halda müəllim nə etməlidir? Görək müəllim hansı addımlar? Variantlara baxırıq. Müəllim bullying edəni həmin dəqiqə cəzalandırmalı. Təbii ki, bu effektiv cəzadır, danlaqdır. Bunlar effektiv yol deyil. Bu variant olsun, yazılan variantlar. Variant xəttinə yazılanda belə deyim. A getdi, A-nı qoyduq kənara. Müəllim elə bir şərait yaratmalıdır ki, bullying edənə də həmin hadisə yaşadılsın. Təbii ki, bu effektiv deyil. Ümumiyyətlə, belə bir hal düzgün deyil. Yəni, empatiya yaratmaq məqsədi daşısa belə, əgər bu, müsbət tərəfdən baxsaq, empatiya qurmaq üçün qarşıdakı tərəfdən lazım deyil ki, eyni hadisəni yaşayasan. Yəni, o insan içində olan
belə deyək də, ən müsbət keyfiyyətlərdən irəli gəlir qarşıdakını anlaya bilmək. Yox, anlaya bilməyəcəksənsə, o hadisəni yaşasan da heç bir şey olmayacaq. Heç bir təsir olmayacaq. Yəni, burada A, B qoyduq kənara. Müəllim ümumi iclas çağırmalı, bullying edəni müzakirə çıxartmalı və valideynləri direktora yönəltməlidir. Təbii ki, bu effektiv deyil. Hər bir dəqiqə, hər bir xırda məsələdə. Düzdür, burada xırda məsələ zarafat yana yazılıb. Yəni, davamlı olsaydı bullying olardı, biraz böyük məsələ olardı. Təbii ki, burada hər xırda məsələni direktordan valideynə yönəltmək, həll eləmək, valideyni çağırmaq effektiv yol deyil. A, B, C effektiv deyil, qoyduq kənara. Müəllim bullying edənin ailəsi ilə danışıb, yenə də görürsünüz, valideyni cəlb edir. Bu da effektiv deyil. Özdə sona baxın, deyir, sonra xoşluqla sinifdən uzaqlaşmasını təklif etməlidir. Təbii ki, bir dənə o hadisəyə görə niyə uşağı sinifdən çıxardırıq ki? Yəni, burada ən düzgün variant bir D variantıdır. Müəllim bullying edənlə danışıb, bu hərəkətin səbəbini araşdırmağa çalışmalı, onu psixoloqa yönəltməlidir ki, belə zarafatlar düzgün deyil kimisə qarşı. Yəni, o uşaq, məsələn, özünə inamı, güvəni olmayan bir uşaq da ola bilər və o sözdən sınıb, belə deyək də, qabağa getməz və onun, belə deyək də, tədris nəticələri aşağı düşər. Bunun səbəbini araşdırmaq lazımdır ki, sən niyə öz yoldaşına qarşı bu hərəkəti edirsən və təbii ki, bunu eləyənin 100% ki, psixoloji problemləri var. İçində ola bilsin ki, öz güvəni azdır, başqasını əzməklə bunu çıxmağa çalışır. Təbii ki, bunu psixoloq daha yaxşı biləcək. Üçüncü sual. Aşağıda verilənlər nəyə aiddir? Bu qiymətləndirmə təsadüf hallarda həyata keçirdikdə qiymətləndirilməsi əhəmiyyətsiz olur. Əldə edilən nəticələrin qiymətləndirilməsi zamanı şəxsi informasiyanın konfidensiallığın qorunması diqqət mərkəzində saxlanmalıdır. Konfidensiallığın qorunması deyirsə, bu nə formativə aiddir, nə də summativə aid deyil. Avtomatik bilirik. Yekuna da heç aid deyil. Niyə yekuna aid deyil? Çünki yekun, belə deyək də, qiymətləndirmənin nəticələri onsuz da bəlli olur. Deyir ki, burada təsadüf hallarda həyata keçirdikdə qiymətləndirilməsi əhəmiyyətsiz olur. Yəni, bu söhbət diaqnostik qiymətləndirmədən gedir. Çünki diaqnostik qiymətləndirmə təsadüf hallarda keçirilmir. Tədris ilin əvvəlində, bölmənin əvvəlində, şagird sinifdən sinifə keçəndə keçirilir. Və biz konfidensiallığı niyə görə qorumalıyıq? Çünki diaqnostik qiymətləndirmə keçirdərkən təkcə bir şagirdin akademik göstərisini yoxlamırıq axı. Onun ailə vəziyyətini yoxlayırıq, psixoloji durumunu yoxlayırıq. Davranış pozuntusu varsa bunun səbəbini araşdırmağa çalışırıq. Hər hansı bir xəstəliyi müəyyən edirik. Ona görə də elə bir hal ola bilər ki, uşaqda elə bir xəstəlik ola bilər, elə bir davranış pozuntusunun səbəbi ola bilər ki, bunu təbii ki, uşaqların içində ümumi müzakirəyə çıxartmaq olmaz. Valideynlə danışmaq lazımdır və bunu konfidensiallığı orada gözləmək lazımdır. Təsadüf hallarda ona görə keçirmək olmaz ki, biz bunu əvvəldən keçirib uşaqları tanımalıyıq. Bunu başqa vaxt keçirsək, ilin ortasında biz uşaqlar 6 ay dərs keçirik. İlin ortasında diaqnostik qiymətləndirmə keçirdək. 6 aydan sonra biz uşaqları tanımalıyıq. Yox, əlbəttə ki, bu ilin əvvəlində olmalıdır. Ona görə də burada ən uyğun variant diaqnostikdir. Müəllim perspektiv planlaşdırmada feil bölməsinə 4 dərs saatı ayırmışdı. Lakin müəllim cari planlaşdırmada bu saatı azaldıb, əsas nitq hissələrinə ayırdığı 4 saatı 5 saat edir. Buna səbəb nədir? Deməli, müəllim illik planlaşdırma hazırlayır. Feilə 4 dənə saat ayırır. Lakin, cari planlaşdırmaya gələndə bu saatı azaldır, nitq hissələrinə ayırdığı 5 saat artırır. Deməli, bölmə deyirsə, biz avtomatik baxırıq ki, deməli, bölmə söhbəti varsa, burada özü cari planlaşdırma deyir, gündəlik. Deməli, müəllim nə isə görüb ki, bunu eləyir. Problem var orada. Nədir o problem? Müəllim bunu necə təyin edə bilər? Müəllimin belə etməsi mümkün deyil, əlbəttə ki, mümkündür. Sinifin yəqin ki, səviyyəsi ona cavab vermir. Yəqin ki, uşaqlar o dərsi digər bölmədə zəifliklər daha çoxdur. Müəllim bunu hardan bilir? Təbii ki, diaqnostik aparır. Biz bilirik axı, diaqnostik qiymətləndirmə ilin əvvəlində şagird sinifdən sinifə keçərkən bayaq da bunu vurğuladım. Hətta bölmənin əvvəlində də aparır. Deməli, müəllim bölmənin əvvəlində apararkən başa düşür ki, bu sinif üçün bu bölməyə daha çox saat ayırmaq lazımdır. Deməli, nə ilə bilir bunu? Təbii ki, diaqnostik qiymətləndirmə ilə bilir. Deməli, yeni şəhər saldırın. Bunun üçün şəhərin yerləşdiyi coğrafi mövqeyi, ərazini və resursları əsaslandırın.
Hə, cümlədə bilik, taksonomiya və təfəkkür. Bunu müdavimlərin çoxusu gəlib yaratma məhəlləsi götürüblər. Bilmirəm niyə. Hə, yəni ki, o birinci cümləyə görədir müəllimlər. Birinci cümlədə yeni şəhər saldırın deyir. Amma bu saldırın sözünə fikir verirsinizsə, heç bu ümumiyyətlə taksonomiyanın feili deyil. Üstəlik də bizim fikrimiz ikinci cümlədə olmalıdır. Niyə? Çünki görün bizdən nə istəyir? Testin məqsədi nədir? Deyir, şəhəri saldırmaq əsas deyil. Əsas nədir? Oranın coğrafi mövqeyini araşdır, ərazisini araşdır. Gör, orada şəhər saldırmaq olurmu, olmurmu? Resursları əsaslandır. Deməli, biz burada araşdırma işi aparacağıq. Analiz eləyəcəyik həmin yeri ki, bura şəhər salmaq olar, yoxsa olmaz. Və hazır bir şeyin üstündə bizi əsaslandır deyir. Ümumiyyətlə, bəzi müəllimlər əsaslandırma sözün feilin görəndə anlamada götürülmə. Əsaslandırma ya təhlildə olur, ya dəyərləndirmədə olur. Yəni, anlamada əsaslandırma olmur. İndi bu təhlildədir, dəyərləndirmədədir. Bunu necə bilirik? Əgər nümunə əsasında əsaslandır deyirsə, görürsünüz, burada bütün situasiyanı verib də bizə. Deyir ki, coğrafi mövqeyə əsaslandır, ərazidən əsaslandır. Yəni, birbaşa bizdən soruşmur da, nümunələr verir də, hər hansı bir nəyəsə üstündə əsaslandırma deyir. Deməli, biz təhlil aparacağıq. Təhlil aparacaqsa, verilmiş nümunələrdirsə müəllimlər, burada məntiqi təfəkkür olacaq. Çünki hazır bir şeyin üstündə təhlil aparacağıq biz. Nə biz ona birbaşa münasibət bildirmirik, nə birbaşa əsaslandırmırıq, nə fakt-sübut gətirmirik, heç bir şey. Sadəcə varın üstünə bir araşdırma aparırıq. Təbii ki, bu nə olacaq? Təhlil, məntiqi təfəkkür, konseptual. Yəni, burada tənqid təfəkkür olmur. 6-cı sual. Müəllim sinifi idarə etmək üçün gözlənti prosedur qaydalar tərtib edib. Afərin o müəllimə, deməli, peşəkar müəllimdir. Amma digər ki, Rəsul hər dəfə kitablarının hansınsa unudur, sinifə gətirmir. Əşyalarını sinifdə qoyurdu. Bəzən sinifə gətirmir kitabını, bəzən sinifdə qoyur. Deməli, bu zaman neynəməliyik müəllimlər? Bax, neynəməliyik? Qaydaları hər dəfə şagirdə xatırlatmalıyıq. Müəllimlərin çoxu bunu götürürlər. Baxın, əgər uşaq hamısı bunu eləmirsə, deməli, qaydalarda da problem var. Amma uşağın biri bunu eləmirsə, o qaydanı inan ki, gündə 100 yol deyir, qurbanın olun. Gündə 100 yol onu xatırlat, o uşaq onu eləməyəcək. Əgər uşaq dərs oxumursa, səhər axşam deyim, ay uşaq dərs oxu, ay uşaq dərs oxu, ay uşaq dərs oxu, oxumayacaq. Deməli, bu uşaq üçün hamının getdiyi strategiya ilə gedə bilmirəm. O uşağın xüsusi hardasa, xüsusi bir dəstəyə ehtiyacı olur. Deməli, mən neynəməliyəm? Mən hər gün o uşağa nəzarət eləməliyəm ki, ta ki o dəyər, o vərdiş onda formalaşsın. Yəni, hər dəfə qaydanı xatırlatmaq perspektiv yol deyil. Üstəlik də ki, bir uşağa görə bütün sinifə həmin qaydanı niyə xatırlatır? Yaxud da yaxınlaşım uşağa ki, niyə dəftərini gətirməmsən? Sən görmürsən ki, ora qayda yazmışam. Yəni, bu, siz necə, perspektiv yol deyil də. Bu, agresiya ilə, nə bilim, belə deyək də, səmərəsiz yoldur qısası. Amma mən neynəsəm, mən dərsi sonunda şagirdlə bərabər, şagirdin çantasına, demirəm içərisinə girib baxmaq ki, nə var, nə yox. Yox. Diqqət eləsəm, gəlib uşaq da fikir versə ki, müəllim onu nəzarət eləyir. İstərsəməz o məsuliyyət formalaşacaq. Yəni, birbaşa işimi gücümü atmalıyam. Bəli, müəllim, bunu eləməliyik. Neynəməliyəm? Gəlib fikir verməliyəm. Uşaq dəftərin qoydumu, kitabın qoydumu. Çünki uşaq evə gedəndən sonra valideyn zəngici, müəllim, qələmin gətirməyib. Müəllim, dəftərin 100% ki, bu hallarla rastlaşmısınız. Rəsmin dəftərinin üzü məktəbdə qalıb, su qabısı məktəbdə qalıb. Biz də neynirik? Ola bilməz ki, bu halla qarşılaşmayasın. Ələxüsus ibtidai sinif müəllimləri, məktəbə hazırlıq müəllimləri. Neynirlər? Onlar, məktəbə hazırlıq denəkən ibtidai müəllimlər. Neynirlər onlar? Mütləq ki, indi bilir axı, evə gedən kimi valideyn yazacaq. İstərsəməz fikrimiz o uşaqda olur, olmur, səmimi deyin. Təbii ki, olur. O uşağa hər dəfə qaydanı xatırlatsam da o uşaq eləmir də bunu. Eləmirsə, xüsusi ona diqqət eləməliyəm. Aydındır. Yəqin ki, aydındır sizə. Hiss edirəm ki, aydın olur. Yəni, o vərdişi o uşaqda formalaşdırmaq üçün mütləq şəkildə o uşağa diqqət eləməliyəm. Baxmalıyam, kitabın dəftərini götürdümü, stolun nəyisə qaldı mı? İndi hala, yəqin ki, valideynlə bir belə deyək, əlaqə yaradıram, əməkdaşlıq edirəm ki, ay valideyn, sən də evdə bax da. Yəni, biz ikimiz əl-ələ verək bu problemi, o yaddaşsızlığı, o məsuliyyətsizliyi, yaddaşsızlıq deməyim, məsuliyyətsizliyi öhdəsindən gələ. Əl-ələ verib bu problemi həll eləmək olar. Amma qaydanı xatırladım. Bu bir növ
müəllimin işinə öz işinə etinasız yanaşmasıdır. Yəni belə deyək də, çox da umursamır ki, hə gətirdi, gətirmədi. Hə, qayda qoymuşam, ona əməl elə, vəssalam. Bununla iş bitmir axı. 7-ci sual. Doğru, yanlış cədvəldir. Biz də düzgünlüyü axtarmalıyıq. Nə edirik? Ay sağ olun, düz deyirsiniz. Doğrudan doğru, yanlışdan yanlış. Gəlin baxaq. Şagirdə nəzərdə tutulan bilik və bacarıq formalaşdırıb, nəzərdə tutulmayan bilik və bacarıqlar ölçmək olmaz. Bəli, bu qiymətləndirmənin uyğunluq prinsipidir. Nəyi nəzərdə tuturamsa onu ölçmək lazımdır. Bir düzdür. Effektiv rəy emosiyalara yönlənlik olmalıdır. Xeyr. Effektiv rəydir isə emosional rəy effektiv rəy sayılmır. Emosional nədir? Şagirdin birbaşa şəxsiyyətinə, şəxsiyyət demək də şəxsi keyfiyyətlərinə verilmiş rəydir. Sən ağıllısan, sən gözəlsən, sən istedadlısan, səndən yoxdur. Bu kimi rəylər olmaz. Yəni iki düzgün deyil. Diaqnostik qiymətləndirmə şagirdin yekun qiymətləndirməsinə təsir etmir. Doğrudan da etmir. Uşağın yekun qiymətləndirməsi təsir edən hansıdır? Təbii ki, summativdir. Ona görə də bu düzgündür, bunu götürmürük. Analitik rubrik bütün meyarları eyni anda olan holistikdir. Analitik xüsusidir. Hər bir meyar ayrı-ayrılıqdadır. Ona görə burada 1, 4 cavabını götürürük. Doğrudan doğru, yanlışdan yanlış. 8-ə baxın. 7A sinifindəki Ayxan kimya dərsini çox sevir. Nə gözəl. Ayxan kimya dərsini oxumağa başlayarkən sonda bir çox maddə haqqında məsələlərə aydınlıq gətirməli olduğunu anlayır. Ayxanın bu düşüncəsi müasir kurikulumun hansı prinsipidir? Deməli, Ayxan oxumağa başlayanda sondakı nəticəni artıq bilir ki, nə etməlidir. Ona görə də burada nədir? Nəticə yönümlü. Rahat bir sual idi. 9. Təlim üsulları. Bilirəm, bunu çox sevirsiniz. Mütləq təlim üsullarını vallahi müəllimlər. İmtahana düşür sual. Bir dənə də olsun düşür. Mən buna hər dəfə toxunmalıyam ki, sizdə möhkəmləndirim. İnstinkt üzərində iş, qərarlar ağacı, aksiyon. Əzbərçi bir sualdır. Case study'lər sözünü görən kimi, təbii ki, biz kimya deyirik. Kurikulumda bir dənə sözə fikir vermirik, amma case study'lər bizə burada açar məqamda, çünki heç bir burada cümlədə yoxdur. Case study'lər, yəni real həyat üzərində, hadisə üzərində şagirddə problem həll etmək kimi bacarıqlar formalaşdırırıq, real həyata hazırladıq. Bu nədir? İnstinkt üzərində iş. Deməli, bir də baxırıq B. Buradan yola çıxırıq. Bir də B hansı variantlarda var? B ilə Y-də var. Qərarlar ağacı. Bu üsul tətbiq edərkən şagirdə problemin həlli üçün yollar təklif edilməsi tapşırılır. Təklif olan hər yolun müsbət və mənfi tərəfləri təhlil olunur. Bəli. İndi orada nə olsun ki, yazmayıb ki, ən səmərəli yol seçilir. Amma yenə də bu xüsusiyyətlər qərarlar ağacına aiddir. Deməli, 1B, 2A, 3-də aksiyondursa, şagirdlərdə assosiasiya yaratmaq, hər hansı bir əşya və hadisələrin xüsusiyyətlərini tapmaq. Aksiyon bilirsiniz də, hərraca çıxartmaqdır. İbtidai siniflərdə keçirilir. Şagirdlər hər hansı bir əşyanın xüsusiyyətlərini sadalayırlar, sonunda qalan qalib sayılır. Amma təkrarçılığa yol verməmək orada ən mühüm məsələlərdən biridir. Heç nə 1B, 2A, 3-də C hardadır? Təbii ki, B variantındadır. 10-cu sual. Hökm. Hökmdə nə deyir? Xeyli, az, çox sözləri qeyri-müəyyən miqdar saydır. Yüzlərlə, minlərlə sayılar da qeyri-müəyyəndir. Deməli, bizə 2 dənə ayrı-ayrı nümunə verir. Sonra həmin 2 dənə nümunədən ümumi qaydaya gəlirik. Deməli, əşyanın dəqiq olmayan sayını bildirən sayıları qeyri-müəyyən miqdar sayılar deyilir. Bu sonda qərara hardan gəldik? 2 dənə nümunədən gəldik də, düzdür. Bu nədir? Xüsusi nümunədə ümumi qaydaya gəlmə induktivdir. İnduktivdirsə, şagird Piaget nəzəriyyəsinə görə hansı mərhələdədir? Biz bunu bilirik də, yəni. Bu konkret əməlidir. Bəs əgər qaydadan nümunəyə gəlsəydi, hansı mərhələ olardı? Təbii ki, düz deyirsiniz. Bəli, bu formal əməl olardı. Yəni, induksiya olacaqsa, bu konkret əməlidir. Cavab B variantıdır. Çalışdığım qədər sizi narahat eləyən, sizin çətinlik çəkdiyiniz mövzulara toxundum. Yenə belə olacaq. Bunun üçün də kanalı izləmədə olun, bildirişləri açıq saxlayın, abunə olun ki, sizə bildiriş gəlsin və izahı görə biləsiniz, suallarla tanış ola biləsiniz. Mən sualları izah eləmədən səsi alıb, özünüz suallara cavab tapıb, sonra izahı dinləyib, özünüzü daha da təkmilləşdirə bilərsiniz. Uğurlar hər birinizdə müəllimlər. Hər kəs çəkdiyi zəhmətin xeyrini inşallah ki görəcək.